Bismillahirrahmanirrahim. Hədislərdən birində gəlmişdir ki, bir şəxs müsəlman bir qardaşının, müsəlman bir bacısının mənə kömək etməyə bir kəs varmı sədasını eşidə və həmən şəxsin dadına yetməyə, həmən kəsin imdadına yetməsə, buyurulur ki, o şəxs mənim ümmətimdən deyildir. Bəli, dəyərli müsəlman bacı və qardaşlarım, oruç tutmağın əsas mahiyyətlərindən biri də bizlərə bu dərsi keçir. Bir şəxsi zülmə məruz qaldığını gördükdə susmamaq, onun əlindən tutmaq, bir xəstəni gördükdə ən azından onun şifası üçün dua istəmək, necə ki, mübarək Ramazan ayının dualarında hər gecə oxuyuruq. Allahümmə şfi kullə məriz. Allahım bütün xəstələrə şifa ver. Mübarək Ramazan ayı öz duası ilə hətta bizlərə bunların dərsini keçir. Allahım bütün fəqirləri doydur, bütün acları doydur. Allahım bütün əsirlikdə olan müsəlmanları azad elə. Yəni, biganə qala bilmərik. Mübarək Allah ayı bizlərə başa salır ki, əgər istəyirsən Allah səfində dayanan bəndələrdən olasan, həqiqi oruç tutanların səfində dayanan bəndələrdən olasan, boş yerə ac qalanların səfində deyil, o zaman bu nöqtələrə də gərəkdir ki, fikir verəsən. Bir şəxsə nə zülm etməyi rəva görməməlisən, nə də ki, kiminsə kiməsə zülm etdiyin gördükdə susmamalısan, əksinə kömək və yardım əlini uzatmış olmalısan. Allah bizləri bu ayın həqiqi feyzindən binəsib etməsin inşallah.